Allah bütün balaları saxlasın. Çox sağ olun, əziyyət çəkmisiniz. Nə əziyyət var qardaş, xoşdur Allah razı olsun. cümləmizdən. Qarabağ cəmaatı qonaqpərvər cəmaatdır. Borcumuzdur Tanıdı, gələn tanımadı. qonağa. Kim evinə qonaq gəldisə, Bizim çalışır ki, ən yüksək səviyyədə həmin qonağı qarşılasın və eyni vəziyyətdə də yola salsın. düzdür. İndi bu günləri biz Nəriman Abbasovun qonağıyıq. Doğrudan da həyətində çox gözəl şərait qurubdur, yaradıbdır. Həm kənd təsərrüfatı ilə məşğuldur. Elə burada baxdı bir-iki keçi deyirdi. Burada da elə keçib baxarsın. Problem yox. Bəli, heyvandarlıqla məşğuldur. Öz başqa sənətində var. Başqa hansı mənim sahə özüm üzrə? texnika işi ilə məşğulam. Elə burada da gətirmişəm bir texnikam burada iş olanda elə işləyir, şükür Allaha yəni. Mənə işdə təklif elədilər. Mən yəni dedim ki, şükür Allaha varımdır, işim var. Hər bir şey qaydasındadır. Əsas odur ki, işdən qabaq şükür Allaha öz torpağıma gəlmişəm mən. Əlbəttə. Yəni o bitkə çörəyi hər yerdə tapıb yeyə bilərik. Amma bugünkü gün Amma öz yəni doğma yurdunda olmaq çox razıyam Allahımdan da. Yəni Allah yenə deyirəm şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində, prezidentimizin sayəsində biz bugünkü günə nəsib olmuşuq. 44 günlüyə heç bir dünyada belə bir şey yoxdur ki, 44 günü Nə torpaq hisslər alsın. keçirirdiniz? 44 günlük müharibə ərəfəsində inanırdınızmı ki, biz Vallahi torpaqlarımızı işğaldan mən azad edəcəyik? Özü Xocalı. Özüm də yazılmışdım. 4 qardaşıq, dördümüz də Könüllü yazılmışdıq, olaraq könüllü olaraq yazılmışdıq. Mənə dedilər ki, yox, sənin yaşına görül, hələ qarşıdan lazım olarsa çağırarıq. Mən dedim, şəxsən mən texnika ilə anlayışım var mənim. Gedib orada bir texnikada sürə bilərəm, texnikada düzəldə bilərəm. Nəsə indi məsləhət belə olmadı. Amma özüm Allah kömək olsun bir nəfər var idi, adını demirəm. Bizə maliyyələşdirdi. Biz ora isti geyimlər, nə bilim, yeməklər, düz bizə 2 dənə maşınla təmin elədi. Biz ora elə şeylər yəni daşıyırdıq. Daşıdınız. Hə, şükür Allah. Allah onda canı sağ eləsin. İndi elə bir adamdır ki, adını hallandırmaq istəmirəm. Yəni Ümumiyyətlə 44 günlük müharibədə elə bizim yaşadığımız bütün Ağdam Azərbaycanda hər hamı yerdə, yəni bütün humanist Azərbaycanın hər yerində hamı əlindən gələni edirdi. bəli. Hamı bir olmuşdu, birlik olmuşdu və əsgərlərimizin yaxşı şəkildə döyüşməsi üçün əllərindən gələn hər şey edirdi. Onu siz demişsiniz, isti geyimindən tutmuş, Hamısın ərzağına kimi, suyuna kimi qarşılayırdılar. Allah, yəni mən sizə Ruh deyim ki, bəlkə yüksəkliyi bir çox olsun. 5 dənə 5 partiya mən qərari yerlərə getdim mən. Çünki o insan sağ olsun. Bizə maddi köməklik elədi. Biz də getdik. Bizim də köməyimiz o idi ki, maşınla onu daşımaq. Daşın Hə, biz aidiyyatı üzrə Hə, çatdırmaq. biz onu yəni dediyi şeyləri çatdırdıq biz hamısını ona. İndi şükür Allaha. Buranın havasını özünüz görürsünüz. Çox sərin, möhtəşəm İndi havası biz var. belə vallah biraz axşam düşsün qolsuz oturamıram. Yəni mən nəsə Çətin olar burada Hə, axşam gödəkçə axşam. geyinməsə mümkün olmayacaq. adi bir şey, Yayın istisində həqiqətən də bura nazik cənnət. bir şeylə yatmaq mümkün deyil. Çünki təbiət qoynunda yerləşir Xan yurdu. İndi bir də qardaş Hər elə tərəf oranı dağ, çək bax gör meşəlik. meşəliyə bax. Baxın, Ora doğrudan meşə, da bu tərəf dağ. sağ meşə, sol meşə, hər tərəf meşə. Hə. Yəqin ki, burada dəniz səviyyəsindən yüksək Yüksəkdir, çox yüksəkdir, hə. Hardasa 1000-1500 metr Hə, olar. yüksəklikdə olar. Çünki gələndə özünüz görürsünüz nə qədər hiss edirik qalxırsınız. biz, nə qədər yuxarıya qalxdığımızı hiss edirik onu maşından gələndə. Hı. Mən sizdən soruşmaq istəyirəm, biraz əvvələ qayıtmaq istəyirəm. 90-cı illərə, 92-ci illərə, hansı ki bu hadisələr baş verdi. Hadisələr baş Necə verəndə oldu ki, siz doğma yurdunuzdan köçməli oldunuz? Nələr baş verdi? bizim hadisələr baş verəndə biz uşaq idim, amma yadıma gəlir. Bizim bir Uvazda kənd cəmaatın burada güllə borana tutdular. Nə qədər şəhid verdik. Bizdə burada Nizami dayı var, bilmirəm. İndi bir gündə onu çəkiliş edərsiniz. O bizim İnşallah. kəndimizin qəhrəmanıdır. Maşallah. Bizim kəndimizdən qəhrəmanlar çoxdur. Allah hamısına Allah can bilənlərə sağlığı rəhmət versin. eləsin, qalanlara can sağlığı versin. Burada şəhidlərimiz də çox olub. Bizim bir il elə bizim öz kəndimizin cəmaatı yəni adi bir qoşalülərlə, təhlülərlə bu kəndi qoruyubdur. Yəni bir ildən artıq. Nizami dayı var burada bizim kəndimizin sakinidir, qəhrəmanımızdır. O 20 nəfəri ayağından güllə yarası, ayağı qopub, yəni vurublar. O bir ayaqla o
20 nəfər cəmaatı xilas edib kəndə çatdırıbdı. Amma özü də bu dəqiqə ayağının yarısı yoxdur. Hə. İnşallah bir gün də o kişini elə çəkiliş eləyərsiniz. O kişi bizim İnşallah qəhrəmanımızdır. hökmən. Valla çıxanda bizi buradan yollarımız bağlı idi. Biz sağ olsun bizi uşaqları çıxartdılar. Amma böyüklər qaldı burada. Yəni kəndimizi qorumağa. Sonradan da indi dinc əhaliyə Siz 25-dən 26-a keçən gecə bilirsiniz ki, qətliam bəli. faciə baş verdi. Bizdə dekabr ayında oldu. Törətdi. Siz həmin hadisə olandan sonra Yox, bizdə buranı ən birinci tərk kənd etdiniz. bizim kəndimiz. Aha, burada. Cəmili kəndi Cəmili dekabrında yəni o hadisə oldu. Çünki bura mühasirədə idi. Hə, buranı çıxartdılar birinci. Yəni şəhid olan oldu. Yəni bizdə Ermənilər mi o koridoru açdı, siz o koridorla? yox, koridor çıxdınız, açmaq yoxsa yox. bizimkilər? Ermənilər hələ naborot buradan keçən. Burada uje maşın yolu yox. Kimi görürdülər, vururdular. Hə, vururdular kənddən. Durub dağın başından oradan bizim kəndi düzdür. Sağ olsun bizim qəhrəman oğlanlarımız vardı kəndimizdə. Yəni onları sustururdular. Amma sonradan indi biz onları yəni bilmərik də, hə, onları dəstə, onların silahı yaxşı, bizdə nə silah var idi ki? Amma şükür Allaha, bugünkü günə şükür ki, yenə bu qəhrəmanların sayəsində bugünkü gündə biz bu torpaqlara gəlib çıxmışıq. Onların qanı bahasına gəlib çıxmışıq. Hər sakini bir qəhrəman. Əlbəttə, Xocalının havasını alan hər bir sakin bir qəhrəman. qəhrəman. O dəhşətin içindən Vallahi çıxmaq. indi özümüz Mən 44 günlük müharibə gedəndə heç öz kəndimiz, öz doğulduğumuz rayonu qoyuram bir kənara. Mənim də həssas yerim Xocalı idi. Elə bütün Azərbaycanlıların həssas yeri Xocalı idi ki, yəni bu qətliamları törədən ermənilərə cavab olaraq biz öz torpağımızı geri qaytarmalıyıq. Xocalı hökmən geri qayıtmalı idi və eləcə də oldu. Şükür Allah, bizim igid qəhrəman övladlarımız, şəhid olanlar da oldu, qazi olanlar da oldu. Hamı birlik oldu. 23 hamı bir ailə idi. Müharibə vaxtı Allaha and olsun 2023-cü adamın ildə özünə xoş gəldi. antiterrorda Hə, biz aldıq 23 saata bir gündə tamam olmadı Allaha ki, şükürlər biz olsun. aldıq torpaqlarımızı. Ondan sonra bəlkə də fikirləşdik ki, aha, artıq bizə ev verilməlidir. Yavaş. Şükür Allaha. Yəni Amma mən, şükür Allah. mən Allaha and olsun, yəni adam var ki, gözləyim nə vaxtsa verərlər, yox. Hə, Mən özüm gedib xahiş eləmişəm, hə. Ki, tələb mən eləmişəm, yəni xahişimi də eləmişəm, tələbimi də eləmişəm ki, yəni mən Bakıdan ev istəmirəm ki, mən öz yurdumdan ev istəyirəm ki, orada gedim yaşayam. Amma bugünkü gündən şükürlər olsun ki, Allah prezidentimizə can sağlığı versin. Amin. Hamımızın səsini eşitdi, hamımız da ya etap-etapda, yəni adam var deyir, mənə verilmədi, hamıya veriləcək. Bəli. Yəni Növbə-növbə, mərhələ-mərhələ mən bir şey deyim. fikirlikcə verilir. Mən bir şey deyim. Çox adam elə fikirləşir ki, elə hamısı birdən olmalıdır. Amma hamısı birdən olmalı deyil. Qardaş, bir ailəni normal dolandırmağa adam çətinlik çəkir. Əlbəttə. Nə bilim, bəlkə də mənim qardaşım bilmirəm nə tər dolanır. Amma bu boyda işlər gedir, bu boyda Qarabağda remont bu qədər olunur, infrastruktur layihələri, yəni yollar, bərbad məktəb gün dolanır. binaları, Bəli, evlər, hamısı hamısı Xankəndəki o evlərin bərpası, vallahi yeni hamıya da ev mehmanxanalar, veriləcəkdir, hamı da evinə otellər, təmin olunacaq. parkların tikintisi, hamısı göz qabağındadır. Doğrudan da sağ olsun dövlətimiz, Əlbəttə. hansı ki 2023-cü ildəki bu antiterror əməliyyatı nəticəsində ki biz bu qalan torpaqlarımızı işğaldan azad elədik, Şükürlər olsun. suverenliyimizi tam olaraq bərpa elədik. Dərhal Xocalının bərpasına başlanıldı. Mən yenə də Xocalıdan keçəndə düzdür, orada olmamışam. Amma qohum-əqrəbəm orada şəhid olan da var, yəni yaralanan da var. Mən yenə də oradan keçəndə bir səmimi olaraq deyirəm, yəni çəkiliş üçün demirəm, Allah and olsun. Mən oradan keçəndə yenə də məni bir elə bilirəm ki, Qəhər boğur insanı istər-istəməz. faciələr indi kadrlarda görmüşük də biz, önünüzə gəlir. yəni o faciələr elə bir ki, yenidən canlanır. Yenə bilsən ki, elə bu ora bir abidədir. Yəni Xocalı özü bir abidədir. Bilirsiniz ki, Xocalının girişində də Xocalı Allah memorial kompleksi, Prezidentimizin sayəsində Xocalı o soyqırımı memorial sağ olsun, kompleksi də bizə bir tikildi. abidə yaratıb Bəli. burada. Bizə bir İndi xaricdən gələn turistlər, yerli və xarici soyqırımı turistlər təqdim belə eləyək ki, bizə həmin o muzey, o memorial kompleks
insanlar ora daxil olduqda, o müzeyə daxil olduqda insanın beynində həmin anlar canlanır. Çünki elə bir möhtəşəm şəkildə o qurulub ki, onun içərisi bütün sahələr Elə canlandırılır. faciələr həmin şey təkrarlar Bəli, görsənir. orada əyani şəkildə xarici gələn turistlər, diplomatlar, blogerlər, jurnalistlər hamısı o faciəni sanki orada hiss edir, yaşayır. Yəni Düzdür. sağ olsunlar ki, o kompleksi tez bir zamanda Vallahi tikildi. İndi çox adam indi baxırlar günündə də çəkilişə, təhvil biri verir. danışanda deyirlər, hə bu yalandan danışdı. Vallahi mən səmimi olaraq öz ürəyimdən gələn deyirəm ki, mən çox razıyam. Yəni bura köçməyimdən razıyam. Şükür Allah indi hamımız bir tikə gedib pul qazanıb aləmizi dolandırırıq. Bu ərazidə qaz varmı? hər şeylə təmin olunur. Çünki Bəli. məlumatda oxumuşdum ki, burada Var, yüksək var. sürətli internet, Hər qaz bir şey var. xətti, işıq daimi yanır. Bəli, Hamısı bəli. yəni var da. Bu İndi reallıqda işıqlar indi köhnə xəttədir hələ ki, Hı hı. təzə xətt çəkiblər. Bəli. İndi söz veriblər ki, təzə xəttə qoşulacaq. Düzdür, biraz Bəli. indi çətinliklər olur. Köhnə xətti deyənə sönür, yanır, o başqa Amma şey. hər halda bərpası gedir. Bərpası Bizə gedir, amma yaxınlaşır yaxın Xanyurdu vaxtlarda kəndinə. deyir, quraşdırılacaq deyə təzə xətti Aha, çəkiblər. Ücə var. Hə, var. Artıq var. Hə, inşallah. Şükür Allah. Bizim də istəyimiz odur ki, Qarabağa köçən hər bir məcburi köçkün, keçmiş məcburi İndi köçkünlər şükür hamısı Allah, burada öz yerimizdəyik. Daha köçkün. gözəl yaşasınlar, mehriban yaşasınlar, xoşbəxt yaşasınlar. Heç bir şeydən istəyirik ki, korluqları olmasın. İnşallah da hamı istəsə Eləcə də bitki. sizin. Allaha şükürlər olsun. Sizdir ki, sizə də minnətdaram ki, gəlirsiniz bu gözəllikləri bizimlə maraqlanıb çəkirsiniz. Borcumuzdur. Vallahi yəni Biz çox bilməliyik razıyıq. ki, Azərbaycan xalqı Bir vətəndaş bilməlidir kimi ki, yəni bəli, xalqımız da bilməlidir ki, burada köçürülən insanlar necə yaşayır, elə məhz onların istəyi nəticəsində biz buradayıq ki, görək həqiqətən də bura köçürülən insanlar necə dolanır, dolanışığı nədir? Məsələn, indi siz deyirsiniz, mən kənd təsərrüfatı ilə məşğulam, başqa sahəm də var ki, onunla da məşğul Hə, olacağam. şükür Allaha. İndi az öncə Niyaməddin Abbasovun evində qonaq olmuşduq Ballıcada. O da öz ailə biznesini açıb, ona görə ki, öz dolanışını təmin eləsin, həmin o verilən evi atmasın. Bir də yenidən Bakıya, digər ərazilərə Yox, vallahi. qayıtmasın işə görə. Hərə öz başını necə deyərlər, dolandırır. Dolandırır. Baxırıq ki, hə, maşallah olsun, Şükürlər hamı olsun. Yəni razıdır. sən hər yerdə işləmək olar. İndi şükür Allaha görürsüz Ağdamda nə qədər tikilişlər Əlbəttə. gedir. Bu hamısı birdən-bir olmur. Hamısı bərpa olandan sonra hər bir insan öz dolanışığını da tapacaq. Əlbəttə. İş yeri də açılacaqdır. Şükürlər olsun. Yavaş-yavaş da yəni birdən-bir olmur heç bir şey.